Herkese salam, kanalıma xoş gəldiniz. Bu məhsulu Temudan təzə almışam. Həmin bağlamanın videosunu çəkmədim ki, içində çoxlu Şama aid qəliblər var idi. Ona görə çəkmədim ki, maraqsız ola. Belə bir məhsulu Aykada görmüşdüm, çox bəyənmişdim. Mən də aldım ki, belə köpüklü kofe düzəldib içim. Atam gül də həyət evidir. Ona görə də balkondan yox, həyətimizdən görüntü ilə göstərirəm sizə. Hər bu qızıl güllər görəndə ürəyim açılır. Qızlar, həm də bu güllərin ölçüsü də çox iridir. Hansısa gül dükanında belə ölçüdə qızıl gülə rast gəlməmişəm. Yuxarıda gördüyünüz ağacın biri ağ üzümdür, biri də qara üzümdür. Mənim isə ən sevdiyim üzüm ağ üzümdür. Bu hissədə əvvəllər nar ağacı var idi. Bizdə ən sevdiyim ağaclardan idi, çünki narı turş nar idi. Həmişə dərim üstünə duz səpib elə yeyirdim. Təzə bir dənə nar ağacı atam əkib, amma onun da yetişməyinə hələ neçə il var. Çox heyf ki, onu çıxartdı, amma o ən gözəl narlardan idi. Əmim yoldaşının ad günüdür, ona görə də ona çiyələkdən buket hazırlamaq istəyirəm. İlk dəfə də hazırlayıram, ona görə də ola bilsin ki, ideal formada olmasın. Amma çalışacağam ki, əlimdən gələni eləyim ki, yaxşı alınsın. Əsas bizə çöp şiş lazım olacaq. Bunu Umiko'dan almışdım keçən dəfə. Əslində şokolad hazırlamaq üçün kiloluq ağ şokoladdan istifadə edirlər. Prosta onun dadı şirindir deyənə Roşen'dən istifadə eləmək istədim. Keçən dəfə bu qəlbi Temudan sifariş vermişdim. Sırf bunu düzəltmək üçün mənə lazım idi. Bunu da Sətərəydən almışdım. Bu da bandikdir. Buketi bağlamaq üçün. Bu da penoplastdır. Bunu da Sətərəydən almışdım. Bu rəngin birinin qiyməti 6 manatdır. Şokolad rəngləyəndə, yəni bu rənglərdən istifadə eləmək lazımdır. Çünki bu yağ bazalıdır. Yəni su bazalı olan rənglərdən istifadə eləmək olmur. Çünki şokolad parçalanır. Bu 3 dənə rəngi isə hər birini 3 manat almışam. Birini 6 manat vermək üçün çox bahadır. Ona görə də mən Instagramdan araşdırdım ki, görüm hardan tapa bilirəm. Onlayn olaraq belə gətirdim evə. Onlayn gətirmək üçün də kuryer xidmətlərini axtarırdım. Gördüm heç biri gəlmək istəmirdi, çünki hava yağışlı idi. Ona görə də motosikletlə çatdırılma yox idi. Həm də həmin kuryer xidmətləri 6 manata, 8 manata çatdırırdılar. Axtardım görüm ki, hardan mən ucuz gətizdirə bilərəm. Gördüm ki, Yangoda ucuz qiymətə gətirirlər. Deməli, 3 manata Nəsimidən Yasamala tam qapıya çatdırdılar. Ümumilikdə 12 manat xərcim çıxdı. Yəni çox sərf elədi. Ayrı-ayrılıqda mən 6 manatdan alsaydım, həm də yol puluna versəydim, daha çox xərcim çıxardı. Axır ki, düzəltib qutara bildim. Deməli, bunu düzəltmək üçün 3 dəfə yoxlamışam. Birinci dəfə düzəldəndə gördüm ki, şokolad qatıdır. Duru yağ əlavə elədim ki, biraz yumşaltım. Onda duru yağını çox tökmüşdüm deyəndən yaxşı alınmadı. İkincidə də nəsə forması yaxşı alınmadı. Nahamarlıq lap çox idi. Üçüncü dəfə də yoxladım, heç olmasa biraz babat oldu. Əslində məndən olsa 4-cü dəfə də yoxlayardım. Mənə elə gəlir ki, 4-cüdə alınacaqdı, lap yaxşı olacaqdı. Prosta çiyələyim və şokoladım qurtardığı üçün yoxlaya bilmədim. Həmin videonu çəkib əvvəlcədən paylaşmışdım. Həm shorts kimi, həm də TikTok videosu kimi. Amma pis yorumlar çox gəldiyi üçün, linç yorumlar çox gəldiyi üçün dayana bilməyib sildim. Həmin video 35 mindən çox baxış yığmışdı. Amma ki, yaxşı yorumlar da vardı, pis yorumlar daha çox idi. Ona görə də dedim ki, yenidən hazırlayım, təzədən paylaşım. Bu gül formasında olan şamı da özüm düzəltmişəm. Hədiyyə olaraq istədim ki, bunu da verim. Axır vaxtlar şam düzəltməyə çox həvəsim var. İstəyirəm ki, bu sahədə inkişaf edeyim. Bu şamları axşam hazırlamışam. Açacağam görüm ki, necə alınıb. Həmin dediyim qəlibləri Temudan almışam. Onun videosunu çəkmədim. Çünki maraqsız olacaqdı. Çoxu da qəliblər idi. Ona görə də videosunu çəkməmişdim. Həmin bağlamaya 70 manat pul ödəmişdim. 3-4 dənə də bundan başqa qəliblər var. Onları hazırlamadım. Gələn dəfə də onları hazırlayacağam. Deməli, şamları çıxarmamışdan əvvəl qəlibləri isidmək lazımdır ki, üstü hamar alınsın. Yoxsa eləməsəz, üstündə şeylər, qopuqlar olacaq, nahamarlıqlar olacaq. Ona görə də mütləqdir ki, isidmək lazımdır. Şamı qəlbə tökməmişdən əvvəl də isidmək lazımdır. Onda da köpüklər, belə qabarıqlıqlar olur. Yəni, səliqəli çıxmır. Ona görə də o qəlbi çoxlu isidmək lazımdır ki, yaxşı formalar alınsın. Əslində şam üçün olan fen başqadır. Yəni, bu saç üçün olan fendir də. Ona görə
o effekti çox olmur. İsidiciliyi çox olmur. İsidici olması üçün ayrıca şam üçün ayrıca satırlar. Gələcəkdə istəyərəm ki, o həmin fenden alım, çünki o daha yaxşıdır. Yəni effektivliyi yaxşıdır da, saç üçün olan elə də effektiv deyil. Bu şamları həm də soya vaksından eləmişəm. Soya vaks daha keyfiyyətlidir. Parafin o qədər də elə də keyfiyyəti çox da deyil də. Yəni soya vaksının qiyməti də bahadır, keyfiyyəti də yaxşıdır. Rənglər də yaxşı alınır həm də. Soya vaksda fikir verdim, rənglər də gözəl canlı görsənir. Yəni qiymətinin baha olduğunu deyənlər, yəni bilmirlər ki, onun materialı da bahadır. Yəni baha alınır ki, onun qiyməti də baha olur da. Həm də keyfiyyət söhbəti var. Yəni parafinlə elə də keyfiyyətli görsənmir, amma soya vaks rənglərdə canlı göstərir, daha keyfiyyətli görsənir. Soya vaksdan əlavə içinə ətir vurulur, rənginə pul ödənir, sapına pul ödənir, qəlbinə. Sonra bunu isitmək üçün enerji sərf olunur, ona da pul gedir. Yəni bir çox faktorlar var ki, qiymətini baha eləyir. Mən məsəl üçün qiymətini baha eləmirəm, münasib qiyməti düzəldirəm. Çünki bilirəm ki, hər kəsin büdcəsi o qədər deyil ki, onu ala bilsin. Digər səhifələr çox baha düzəldirlər həqiqətən. Yəni bu qədər baha eləmək, yəni düzgün deyil məncə. Sifariş eləmək istəsəniz, xanım Candle səhifəsinə yazın. Candle ingilis dilində şam deməkdir. Yəni bilməyənlər üçün deyim. Sevdiklərinizə belə maraqlı şamlardan hədiyyə eləyə bilərsiniz. İstədiyiniz ünvana da yan qoyla çatdırmaq olar. Yəni çatdırılmanın qiyməti digər səhifələr kimi baha olmaz. Pəncərənin qabağında bəlkə də tam rahat görmədiniz, ona görə də belə stolun üstündə bir də belə çəkdim. Amma həqiqətən çox keyfiyyətli alınıb. Soya vaksın keyfiyyəti yəni hiss olunur. O biriləri düzəldəndə elə də hiss eləməmişdim, amma bunu hiss elədim ki, həqiqətən keyfiyyətlidir. YouTube üçün short və TikTok üçün video çəkirəm. Bu çəkdiyim videonu yayınlamışam short olaraq. Çalışacağım short videolarını azaltım, çünki gördüm ki, short videolardan saat sayılmır. Əziyyətim də yəni boşa gedir. Ümumi baxanda görürəm ki, short videolardan 1000 saatdan çox yığmışam, amma onu hesaba qatmır YouTube. Deyir ki, uzun videolardan ancaq hesablamaq olar. Ancaq short videoların 10 milyon baxışını hesablayır ki, ondan sonra pul qazanmaq açılır. 10 milyon baxışı da gözləmək çox vaxt aparar. Ona görə də uzun videolar çəkmək lazımdır ki, o saat tez yığılsın. Bu bişirdiyimin adını açma deyirlər. Köklərdən gördüm, yoxladım, gördüm ki, çox dadlı bir şeydir, rahat da düzəltdim. Resepti bilmək istəsəz, videonu yerləşdirəcəm aşağıda linkini, girib baxarsınız. Çox heyfsləndim ki, 200 mindən çox baxış yığdım, amma onun saatı heç sayılmadı. 1000 saatdan çox yığılmışdı saat. Sonra da öyrəndim ki, TikTok sən demə, Azərbaycanda pul ödəmirmiş videolara. Yəni bizim ölkədə videonun qazancını ödəmirlər. Ancaq 1-2-3 ölkə var ki, onlar da ödəyirlər. Gələcəkdə başqa telefon alıb Amerika nömrəsi ilə videolar çəkmək olar, amma Azərbaycanda çəkmək sərf eləmir. Bu düzəltdiyim açmanı mən sadə variantla eləmişəm. Amma belə də dadı yaxşıdır. İstəsəniz qeymə ilə, pendirlə, bir izləyici yazmışdı ki, Holland pendiri ilə daha qəşəng alınır. Yəni elə də yoxlamaq olar. Hətta bir izləyicim də yazmışdı ki, dırnaqlarının rəngi kulinaristlər üçün uyğun deyil. Ona görə də açıq rənglərdən istifadə elə. Karqom gəlib, açacaq görək nə var içində. Bacım gələndə bunları da alıb, axşama Eurovision olacaq. İnşallah ona baxa-baxa yeyəcək. Bu da yağ sökücüdür. Hamısı cipsidir, Cheetos'dur, Frostindir. Belə bir şeylərdir. Baxaq görə içində nə var. Qarşını açma, axadom olmadı, ona görə də əlimdən açsam. Piknik eləmək üçün süfrədir. İnşallah piknik eləyəndə istifadə edəcəyik. Aça bilmədim. Sumka kimidir. Yığanda bağlamaq olur sumka kimi. Ölçülərini baxıb yazaram. Yəni uzunluğu indi belədir. Aldıqlarımın linkini aşağıda yerləşdirəcəm. İstəsəniz sifariş edə bilərsiniz. Bacımın ad günü yaxınlaşır. Ona görə də məndən çanta istəmişdi hədiyyə olaraq. Mən də Temudan çanta sifariş verdim. Belə bir çantadır. İçinə belə bir balon kimi klop qoyublar ki,
forması itməz. Yaxşıdır, keyfiyyəti də yaxşı görsənir. Görünüşü də yaxşıdır. Qəşəngdir. Ölçüsü də yaxşıdır. Balaca deyil, normal ölçüdədir. İçində bir dənə zamok yeri, bir dənə də cib yeri var. Bir də arxasında. Arxasında da cib var. Bunlar da pipetkadır. Mənə şam düzəltməkdə lazım olacaq. İçərisində 10 dənədir deyəsən. Əslində yadımdan çıxıb bunu sifariş eləməyim. Yenidən sifariş edəcəkdim. Yaxşı ki, vaxtında gəlib, yoxsa yenidən sifariş verəcəkdim. Uşaq üçün balon tabancası sifariş eləmişəm. Bu da onlar üçün köpükdür. Bilmirəm, içində nə qədərdir. Yəni, xeyli istifadə eləmək olar. Bəlkə deyəsən 40 dənə idi. Hə, yadıma düşdü, 40 dənə idi içində. Yəni, 40 dəfə istifadə eləmək olar. Bu hazır paraşokdur, suya qatırsan, istifadə edirsən. Bu da tapancanın özüdür. Görək balının xoşuna gələcək. Üzərinə yapışdırmaq üçün stikerlərdir. Bunun içərisinə köpük edib tökürsən. Deyəsən, belə bir şeydir. Səhv eləmirəmsə, belə. Ya da baxacam, görüm necə istifadə edirlər. Bilmirəm dəqiq. Mən biləm, belə içinə tökürsən, köpüyü belə də götürüb vurursan. Bunun içində batareya olmalıdır. Batareya yerləşdirəndən sonra istifadə edib yoxlayarıq. Bu da quzu formasındadır deyəsən. Quzu formasında gəlibdir. Bununla həm şokolad düzəldəcəm, həm də şam düzəldəcəm. Qurban bayramına özəl bununla bir şeylər hazırlayacağım. Bu da termosdur. Bacım məndəki termosları görüb çox bəyənmişdi. Mən də ona görə belə bir termos sifariş elədim. Həm də sensorludur. Dərəcəsini baxmaq olar ki, suyun dərəcəsi neçədir. Suyun dərəcəsini belə toxunub bilmək olur. Çox yaxşıdır. Məndəkinin üstündə yox idi belə bir şey. Yəni, göstərmirdi dərəcəsini ki, neçə dərəcədir. Amma bu daha yaxşıdır. Həm də rəngi də gözəldir. Bu da süfrədir. Çəkiliş eləməkdə mənə arxa fonda lazım olur belə bir süfrə. Çəkiliş eləyəndə daha qəşəng, daha gözəl görsənsin deyənə mənə belə bir süfrə lazım idi. Ütüləyib istifadə edəcəm. Bu tərəfi matdır, o bu tərəfidir. Elə bilmişdim ki, materialı plyonkadır, amma əslində parçadan düzəldiblərmiş. Materialı yəni parçadır. Leysin üzərinə belə bir şey yapışdırıblar. İçini açdım, baxdım. Belə bir kart qoyublar. Bunu bilmədim ki, nə üçün qoyublar. Bilən varsa kommentdə qeyd eləsin ki, bu nə üçündür. Üstündə yazılıb ki, 70 ml suya qatmaq lazımdır bu paraşoku. Yoxlayacağım, görüm necə alınacaq. İndi banona həyətə çıxıb yoxlayacaq ki, bu aparat necə işləyir. Bana bax. Nəsə banonun xoşuna gəlmədi. Qorxdu. Pişiklər də qorxur. Videonu bəyəndinizsə, like etməyi unutmayın. 1000 abunə hədəfinə sizlərlə yaxınlaşıram. Fikirlərinizi rəy bölməsində mənimlə bölüşün.